qəbrə qrup əqrəbdir. Bax, aristokrat da olmalı. Heç mən elə elədim sən Allah. Yoxsa birinci qrup əqrəb demək ki, mən aristokrat da mən işim var gedəcəm. Başa düşdün? Sən dedin ki, mən orada Aristokrat da olacağam. olmalıyam. Bəli. Biz də gənclikdə olmalıyıq. Metronun üstündə dayanacaq beləcə. Salamlaşın kamera ilə. Deyəm belə bircə dəqiqə sakit durun. Salamlaşım, sonra yenə başlayarıq. Bəli. Hello. Məktəb nə idi? Verilişdə dalaşarsınız. O daha maraqlı olacaq. Ondan sonra sənin izləyicilərin də sevinəcəklər ki, şükür dalaşdılar bunlar. Tamam, indi bircə dəqiqə sakit olun. Mən salamlaşım. Yaxşı, Salamlaşım, sonra dalaşarsınız. Yaxşı. Salam hörmətli izləyicilər, bir daha sizi xoş gördük. Biz Adalya Haf verilişində yenidən efirdəyik və bugünkü bizim qonağımız Rövşən. Yəni dediyim kimi o özünü sadəcə Rövşən olaraq təqdim olunmağını istəyir və biz də onu sadəcə Rövşən olaraq təqdim edirik və Rövşən bilirsiniz ki, astrologiya ilə məşğuldur və astrologiyanı çox sevir. Dedikləri indiyə qədər də çox doğru qarşılanır və mən özümdə də onun dediklərini tapıram. Eyni zamanda bizim studiyamızda yenə də Könül xanım, Könül Mövlamova. Biz ikimiz verilişi idarə edəcəyik, moderatorluq edəcəyik və bugünkü mövzumuz isə bürclər necə sevirlər. Xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyirli uğurlu, bərəkətli olsun. Amin. Amin. Bu bizim 3-cü çəkilişimizdir. Vaxtımız yaxşı keçir, gözəl keçir. Video başlamamışdan dediniz ki, başlayandan sonra davam eləyərsiniz davamıza. Aha. İzləyicilərimiz sevinəcək ki, Rövşən dalaşır. Mən o xanımla dalaşsam, məsəl üçün mənim izləyicilərim mənim tərəfimi tutacaqlar. Yəni haqlı də. olsam da, haqsız olsam da. Sevinəcəklər ki, xanım Ona getdi görə də də. mən istəmərəm ki, bir xanım digər bir xanımın ayağını mənə görə versin. Ona görə gözəl. mən sizi bağışladım. O çox təşəkkür edirəm müəllim. Çox təşəkkür. Dalaşmayacağam. Yo, niyə dalaşırıq ki? Sakit. Bugünkü Hadi. mövzumuz sevgidir. Bəli. Bürclər necə sevir? Bəli, bir çoxlarına da bu belə deyim, bəlkə də maraqlı olar. İndi məsələn, yüksələn söhbətdə böyük rol oynayır burada. Hər kəs dinləyəndə birinci yüksələni də dinləsin, Günəş bürcünü də dinləsin, sevgisini ona görə də idarə eləsin. Məsələn, mən əkizlər, yüksələn əqrəbəm. Mənim xasiyyətim şir bürcüdür. Xəritəmdən çox açıqlıq verməyi xoşlamıram deyənə, elə deyirəm də onu. Və bir tərəfdən də məsələn, mənim sevgimi daşıyan ən çox şirdir. Məsəl üçün, əkiz deyil. Mənim yüksələn mənim xasiyyətimi və sevgimi daşıyan bürc sayılır. Əsas suallardan biri budur ki, biz yüksələni necə hesablayaq, bilək ki, bizim yüksələnimiz Mən onu necədir. birinci Çünki bunu videoda bu gün məndə demişəm. suallar oldu. Birinci videoda demişəm. Əgər mümkünsə bir də deyərdik. Bir də izah edə bilərəm, zəhmət problem olmasa. yox. Doğum saatı ilə hesablanır. Google üzərindən hesablasız 50% düz çıxır, 40%. Çünki Google belə bir platforma var ki, heç kim pulsuz sənə məlumatı dəqiq verməz. Hə, Google-da nə kimi istəsən hesablaya bilərsən. ChatGPT-dən də hesablayanlar var hələ də. Mən ChatGPT-yə öz doğum saatımız adımı yazdım. Mənə getdi Pakistanda birinin xəritəsini gətirdi dedi. Hə. Ona görə əgər astroloq tanışınız varsa, özünü həqiqətən də astroloq Var, Rövşən. Ha, yəni mən astroloq saymıram özümü. Mən astrologiya hələ ki girişindəyəm, qapısındayam. Sizin üçün hesablaya bilər, coğrafi xəritə ilə də hesablaya bilərsiniz doğum saatı bilməyənlərə. Bir də matrisi açılır. O da gəlir düşür doğum yeri ilə hesablanmalar. Yəni belə bir şeylər. Kim istəsə asanlıqla bunu hesablatdıra bilərlər. Yəni bəziləri ödənişdən hesablayır, bəziləri də. Bugünkü suallara cavab kim istəsə hesablatdıra bilər. Buyurun. Hə, belə işlər. Belə işlər. Başlayırıq bürclərin sevgisini. Bəli. Başlayaq. Birinci bir tansı bürcdür. Qoç. Hə, indi siz mənə sual verməlisiniz ki, Rövşən qoç necə sevir? Mən deməməliyəm, qoç belə sevir. Zəhmət olmasa buyurun. Rövşən qoç necə sevir? Sualı bir də eşidim. Gəlin belə deyək, biraz qıcıqlandırım. Rövşən bəy qoç necə sevir? Bax, qoç belə sevir. Qoç xoşlayır cümləni eşitməyi. Aha. Hə, bir eşitsə bir də təkrar elətdirməyi xoşlayır. Sevirəm sözü ilə həzz alan insanlar olurlar. Məsələn, qoça O zaman deməlisən. qulağı ilə sevir deyə bilərikmi? Bəli, onlar sözlə xoşbəxt olanlardılar. Maddiyyatla çox da xoşbəxt olmazlar. Mənəviyyatla xoşbəxt olarlar. Məsələn, bir dəmir parçası qoçu xoşbəxt eləyə bilməz. Yəni maşındır, evdir, puldur, xeyr.
Qot cümlə ilə xoşbəxt olan birisdir. Hər an əzizlənmək istəyir, hər an Hər gözəl anda sözlər olmasa eşitmək gündə istəyir. bir dəfə o sevirəm sözünü eşitməlidir. Yəni qoç necə sevir. Yəni və qoçun öz sevgi qabiliyyəti də çox gözəl olur. Məsələn, mənim siyəndi, Oğlaq, Saturn 2 bürc, ana bürc sayılırlar. Məsələn, qoçun bacısı da olmaq biraz şeydir. Məsələn, ayrı bir məsuliyyətdir. Qoçun anası da olmaq ayrı bir məsuliyyətdir. Qoçun qızı da olmaq ayrı bir Bəli, məsuliyyətdir. çünki biraz qısqanc olurlar bu insanlar. Qısıtlamanı xoşlayırlar. Bir evin içində mənim sözüm keçməlidir. Hə. Və məsələn mənim qardaşım qoçdu, mən şükür edirəm ki, şükür Allah mənim bacım yoxdur. Mən öldürərdi bəlkə də onu qısqanclığı ilə. Yəni qısqanc olurlar, amma həddi şeyi bilir də, hüququnu bilir, həddini bilir. Amma çox qısıtlanma qoymağı da xoşlayır. Yəni mən dediyim olmalıdır, başqa yolu yox. Zaten o dediyi olacaq, əvvəl-axır o dediyi olacaq. Hara fırladırsan fırlat. Sevgidə də çox möhtəşəmdirlər, anadılar, qabiliyyətləri gözəldir, ailəcanlıdırlar. Yəni övlad o qədər sevərlər ki, övlada verdiyi sevgini heç kimə verməzlər. Yəni qoçun bir övladı olsun, varını yoxunu ona verər, yəni. Varını yoxunu. Ailəsində nə ilə necəsə olsa baxar, yəni heç kimə də möhtac eləməz. Belə bir dominantlığı var onun ki. Mən kiminsə yanında ailə vəziyyətimi, ailə hüququmu bildirmərəm. Problem evimin içində qalmalıdır, çölə çıxmamalıdır. Qadını da kişisi də eynidir. Bəli, 100%. Zaten onların qadınları kişi kimi böyüyürlər. O məsələ var, deyir, sevəndə kişi qızını sevəsən, kişinin də yanında gərək kişi qızı ola. İmza. İmza Rövşən. Qəşəng, xoşuma gəldi. Gedək növbəti birzə. Boğalara. Gedək boğalara. Boğa Buğa qarnı ilə sevir, mədəsi ilə sevir. ya, boğa şey var, mədə. Çünki yeməyi sevdiyi üçün mən belə burada öcə boğalar sənə qəşəng komment yazacaqlar, girib baxarsan. Yazın, Buranı yazın. kəsməyəcəyəm mən. Buğa gözəl sevir. Yəni buğa düzdür. Yeməyi sevən bir adamdır. İndi hamı bilir ki, buğa yeməyi sevir. Kimə uşağa da bələkdə sual verirsən, nə deyirsən? Aydınca buğa nə deyir, yeməyi sevir. Hamı bilir ki, buğa yeməyi sevir. Xeyr. Buğanın da gözəl sevgisi olur. Məsələn, buğa birinə sadiq qalmağı çox sevir. Əqrəb bürcü kimidir o da. Birinə sadiq qalmağı ən gec ondan bürclər arasındadır. 6 aya buğa unudur. Bir ilə yaşanmışları qız bürcüdür. Buğa yaşanmışları atan deyil, kənara qoyan deyil. Buğaya bir yaxşılıq elə sevgi həyatında, sevgili ola. Dalaş çıx get, o sənə nifrət eləməyəcək. O sənin elədiklərinə görə sənə rəğbət bəsləyəcək, hörmət eləyəcək. Sevgi qabiliyyətləri çox gözəldir. Dominantlar və dominant cümləsini bilməyənlər üçün idarə eləməyi xoşlayan və liderliyini ortaya qoyan insanlar olurlar. Buğa dominant ailə canlıdır, buğa ruzu bərəkətdir. Buğa bir evin ruzusu bərəkətdir. Buğa varsa hər yerdə xoşbəxtçilikdir. Sülhü sevir, əmin-amanlığı sevir. Övlada baxsın, ailəyə baxsın. Amma bir şey də var ki, o bayaq dedi, mədə başdan yuxarıdır. Məsəl üçün buğada. Buğa şeyi xoşlayır. Məsələn, buğaya bu gün necə xitab edirsənsə, ömrünün axırına qədər belə olmalısan. Dəyişilməməlisən. Dəyişildin sənə qarşı pisləşə bilər. Başa düşdün? Yəni buğa şeyi xoşlamır. Ya olduğun kimi görün, ya göründüyün kimi ol. Yəni buğa deyir ki, mənə qarşı dürüst ol. Sabitliyi sevir. Bəli. 100%. Amma davakar olurlar da, yaxşı sevgi çox olanda da. Qısqanc olurlar. Hə, onu demək istəyirəm. Buğa- Yəni çünki buğada çox da sevgi belə də şey biraz var. Səni 4 divara bağlayar, buraxmaz. Elə qısqanclıq var. Elə qısqanc olan buğalar var. Ətinin artıq. Ay, Allah qorusun. qədər qısqanc. Gedək növbəti bir hansı ki sizin sağınızda əyləşən xanımın bürcü. əkizlər. Solunuzda əyləşən oğlanın bürcü yox, ha, sağınızda əyləşən xanımın. Hər iki bürc üçün. Yaxşı, əkizlər necə sevir? Hə, əkizlər necə sevir? Əkizlər sevəndə uşaqlar. Dediyiniz kimi günün birinci yarısı başqa, ikinci yarısı yox, başqa. xeyr Yox, əzizim. yox, O ikinci qrupa aiddir. Əkizlər sevəndə uşaqlaşırlar, uşaq olurlar. Yəni nə qədər uşaqlığın yaşayan bir əkiz olur olsun, sevəndə məsələn mənim xasiyyətimi bilənlər bilirlər. Mən kobud insanam. Yəni mən özümə deyə bilərəm indi şey var da, mən it xasiyyətli biriyəm də. Hə. Amma mən sevdiyim insana qarşı, flört elədiyim insana qarşı mən onu eləyə bilmirəm. Mən onun yanında oluram bir quzu. Hə, nə desə baş üstə oldu. Yəni dava eləsə məndən deyəcəm mən yaxşı sən deyən. Biraz yola vermək kimi olacaq, amma əkiz sevəndə gözəlləşir, uşaqlaşır.
Əkiz məsələn, əkizdə belə bir şey var ki, sevməyən əkizlər flörtə çox meyl edirlər bəzən. Amma sevən əkiz biraz deyir ki, məntiqlə hərəkət. Əkiz o məsələ var ya məntiq evliliyi ya sevgi evliliyi. Əkiz birinci məntiqlə başlayır, sonra sevməyə başlayır. Əkiz bir münasibətə başlayanda məntiqlə addım atır. Sonra sevməyə başlayır. Bu birinci ağıllı qruplara. olduqlarından irəli gəlir yoxsa? Bəli, bir dolçadır, bir əkizdir. Birinci məntiqlə sevirlər sevəndə. Məntiqlə. Məsələn, bir əkizin də həyatında varsansa, məsələn, ona dominantlıq eləyə bilərsən, asanlıq bir şəkildə, sözlü keçirdə bilərsən. Amma hər şeyində bir mərhələsi var. Əkizdə də belə bir xassiyyət var ki, yəni uf demədən qətrübə dəyər. Məsələn, küsüb getmisən ondan yazmaz sənə. Hə, yəni əkizin unutma qabiliyyəti 3 gündür. Əkizin 3 həyatından dəqiqə də ola bilər. Əkizin həyatından get 3 gün içində sən yadına düşməyəcəksən, başqası ilə flört eləyir. Maşallah. Heç kim fikirləşməsin ki, mən əkizə zərbə vurub gedirəm, xeyr. Yəni əkizin vecinə deyirsən getməyin. Nə qədər səni sevsə də, səni 3 gün içində unuda bilər. Mən kişisini deyə bilmərəm də qadınları gözəl sevir. Əkiz qadını gözəl sevir. Yəni Hamı da özünü tərifləsin. Biz sevə bilmirik. Bəli, biz ki çox gözəl sevirik. Mənə də gəlir ki, izləyən bütün əkizlər qadına da buna, qadınlar da buna qatırlar ki, əkizlər qadınları çox gözəl sevirlər. Əgər indiyə qədər kimsənin həyatında əkizlər qadını sevən bir insan olmayıbsa, onlar heç sevgini dadmayıb deyərdim. Yaxşı eləmisiniz. Əgər həyatınızda olmayıbsa, heç girməyinə də imkan verməyin. Kommentlərdə bildirin də bari görək kim necə sevir. Bir gün gərək bunun şəhərdə müsahibəsini aparaq. Kim kimi sevə bilər, kim kimlə hansı bürclə sevgili olar? Ən çox xəyanət edən bürclər kimlərdir? Yavaş-yavaş danışarıq. Məncə mövzumuz var onsuz da. Gedək növbəti Əkizlər, bürcə. əkizlərdən sonra hansı Xərçəng. bürc? Xərçəng. Və məsələn, Mən sıralamanı çox bilmirəm. ən gözəl sevmə qabiliyyəti olan iki bürc var. Bir xərçəng, bir tərəzidir. Yəni bu insanlar möhtəşəm sevirlər. Xərçənglər. Xərçəng necə sevir? Babam belə bir şey deyim. Əslində xərçəngi sevəndə, bax məsələn, arxıcıya gülü bilirsiniz də yəqin. Bəli. Yəni Baxmayanda sevdiyim necə gül. solur? Məsələn, Ən bir gün sevdiyim baxmasan solar. Düzdür? Xərçəng də eyni qaydada elədir. Qoç necə qulağı ilə sevirsə, xərçəng də qulağı ilə sevməyə xoşlayır. Xərçəng deyir mənə gül gətirmə. Mənə bir dənə balaca hədiyyə gətir, mən xoşbəxt olaram. Təkcə qulağı ilə sevmir. Məncə xərçəng həm də əməllərlə də sevir. Xərçəng- Gərək bildirəsən, göstərəsən Xərçəng onu. çox gözəl sevgi qabiliyyətinə sahibdir. Amma onu kimə və harda necə verəcəyini bilmir. bilmir. Dartıb Qatillərinə lazımdır. aşiq olan bürclərdilər. Onların həyatını məhv edən insanları sevirlər həmişə. Bir insan xərçəngin həyatını məhv eləsin, xərçəng ona aşiq olacaq, ömür boyu da çürüyəcək elə. Hə. Qadınlar da Yəni, baxın. yəni olanı deyirəm də, Həyatını- xərçəng onun həyatını məhv edən insana vurulur həmişə. Həmişə. Yəni Yaxşı, bu belə deyir. Şuurlu şəkildə mi olur yoxsa? onlar belə deyim də, sevgini kimdə tapırlarsa onda ilişirlər. O insan ona pislik eləsə də, o sevgini ona bəsləyirlər. Deyir bəlkə də belə oldu, elə oldu. Yenə də qalır orada. Çünki elə insanlar var ki, onları belə deyək də incitdikcə daha çox sevirlər. Ya o mazoxistdir, o bürclərə aidiyyəti yoxdur. Xərçəng xoşlayır ki, birində sevgisi qalsın. Qırmaq kimi balıq necə ilişir? Bax, xərçəng də belə ilişir o qırmaq. Məncə bəylər, xərçənglərin bəyləri ilə xanımları biraz fərqlənirlər. Xanımlar Sevgidə çox sadiq. fərqlənmirlər. Sevgidə belə bir şeylər var ki, xərçəngin bəyləri sevgilərinin hamısını ailəyə vermirlər. Yarısını ata-anaya verirlər. Anaya çox verirlər məsəl üçün. Xərçəng kişiləri anaya çox bağlı olur. Çox bağlı olur. Dəhşət. Hə. Bəli, bəli. Gedək növbəti bürc hansı ki, Hansı bir Şir. siz şirin sırasını bilmirsiniz xanım. Şir. Siz necə əqrəbsiniz ki, sizdən üst səviyyədə olan eqonu təmsil edən şirləri siz bilmirsiniz. İşte mən üst səviyyəyə baxmıram, alt səviyyəyə baxıram. Ay, sağ ol. Məsələ də odur ki, siz üstə baxmalısınız. Məsələ odur. Düz Aşağıdan deyirsiniz. yuxarı baxmaq pisdir. Amma orasını düz deyirsiniz. Yuxarıdan aşağı baxmaq daha Yox, yaxşı. orasını düz deyirsiniz. Siz onların səviyyəsinə biraz baxa bilmirsiniz. Məsələ gərək Mən şirlərin demişəm ki, bu veriliş biz dalaşmasaq yaxşıdır. Ümid edirəm. Gərək Sağ-salamat verilişi şirlərin bitirəcəyik. sevgisinə gələk. Məsələn, şirdə məsələn liderlik olduğuna görə şir də sevdiyinə sadiq qalmağı xoşlayan.
Məsələn, çox adam deyir ki, şir flört eləyəndir, belədir. Şir bezəndə flört eləyir, yorulanda flört eləyir. Bir münasibətdə umduğunu görməsə, şir başlayır flört eləməyə. Yəni qayğısını görməsə başqasında qayğı axtaracaq. Sevgisini görməsə başqasında sevgini axtaracaq. Şəhvət ehtirası görməsə başqasında axtaracaq. Şir bir münasibətdə bircə damcı soyuqluq, o dünsür olasan, alov olasan, sənə ona qarşı sən soyuq ola bilərsən əzizim. Yox. Sən ona elə əlvi vuranda əlin yanmalıdır ki, bu siyə bax, gör nə deyir, nə edir bu. Ona görə bircə damcı buzluq və soyuqluq gördüsə, elə bir ki, şiri itirdin. Şir getdi. Yoxdur. Arada tapa bilməyəsən. Yəni bir tərəfdən də şirin qəşəng sevməsi hardan belə yaranır? Məsələn, şir bütövləyəndir, mənimsəyəndir. Məsələn, səni qaldırır, sıfırdan ona qaldırır. Öz egosuna qaldırır səni, öz səviyyəsinə qaldırır. Hansı ki, xanım hələ də o səviyyəyə belə altdan yuxarı baxır, görə bilmir. O zaman mənim o xassiyyətim yüksələnim şirdən gəlir. Hə, yəni şir xoşlayır ucaltmağı. Amma belə bir şey də var ki, nə qədər ucaltsa da bir o qədər bir səhvinizdə şappıltı ilə yerə dəyə bilərsiniz. O da doğrudur. Özdə sıfıra düşməzsiniz, 0.1-ə düşərsiniz. O da doğrudur. Mənfi. O da mənfiyə düşə bilər. O da doğrudur. Tam doğru. Demək ki, dediyim kimi o xassiyyət də şirdən gəlir. Bəli. Mənim naturam əqrəbdir, yüksələn də əqrəbdir. Əqrəbə gələndə danışacağam, amma siz öz üstünüzə götürməzsiniz. Gedək növbəti bürcə. Qızlar ha, bəli. Bax, məsələn, qız bilirsiniz necə bürcdür. Qız sevgisi barəsində həmişə sual altında qalır. Həmişə sual altında qalır. Məsələn, bu gün qızla görüşəndə zəhmət olmasa sol əlinizi mənə uzadın, indi əlim qız əli dəysin. Məsələn, əlini belə tutmusan da, yol keçəndə gedib evdə fikirləşəcək. Görürsən bu niyə mənim əlim belə tutdu? Və yaxud da niyə? Ayda, bu gün o mənə çayı belə uzadanda belə elədi. Qız çox sual altında qalır. Keçən dəfə dediniz axı analiz çox. Qıza bir dəfə sevgini necə verdinsə, bir dəfə necə davrandınsa, elə də getməlisən. O istiqamətdə demək ki, xassiyyətləri bir ipin üstündə torpağın sürüdülər də, bir ipin üstündə Ona görə getməlisən. mənim oğlumla anam eyni xassiyyətlərlər. Bircə damcı aşağı fikir götürdü. Sən danışırsan o belə elə, bax, orada danış. O burada yoxdur. O getdi hesablayır ki, görəsən niyə bu gün mənim əlimdən tutmadı, niyə bu gün bu mənə sevirəm sözünü demədi, elə eləmədi, belə eləmədi, amma tezdə küsəndilər də məsələn. Hə. Qız Belə bürcü qənaətə tez gəlmək olarmı ki, yəni onlar şablonları sevirlər və yaxud da Yox, şablon qəti sevmirlər. Qızın həyatına girmək çətindir. Qız sənin həyatına qəbul eləməmişdən əvvəl səni qəşəng analiz edir. Çox gözəl psixoloq olurlar ha. Onlar istəmədən də qəşəng psixoloq olurlar. Analitik qabiliyyətlər çox gözəl. Dəhşətizm, dəhşətizm. Şeyli xol. Səndən qabaq sənin davranışlarını bilirlər onlar. Yəni süyniliyə vəbşə yaxın durmazlar. Yəni heç dostluq belə eləməzlər. Bir süni insanı belə ortamda görsünlər, oturub ona bir çay içməzlər. Nə danış? Gedək növbəti bir məhəbbətin rəmzi sayılır. Tərəzi Rövşənin ən çox sevdiyi tərəzi. Mən tərəzinin məhəbbətini çox sevirəm. Məsələn, tərəzinin məhəbbətini çox sevirəm. Bax, məsələn, hərdən xəyallığı var, iki fikirliliyi var tərəzinin. Amma bunu heç kim unutmasın ki, tərəzi sevgisi deyilən dünyada bir şey var astrologiyada. Tərəzi sevgisi deyilən bir şey var. Yəni gözəl sevirlər. Qəbul eləmək lazımdır. Vallahi. gözəl sevirlər Məsələn, deyəndə, bir dəfə necə yəni sevsinlər, gözəl sevir? səni Çünki bir mən dəfə çox- sevsinlər, o sevgini unutmazsan. Elə bil ki, kruasan yeyirsən, burada yedin kruasan, deyirsən bu nədir? Mən gedim İtaliyada yeyim, düzəldilən isti-isti. Gedib orada yeyib gəlib burdakının dadını sən bilməyəcəksən. Ancaq fikrin qalacaq orada İtaliyadakı kruasan yəni. Bax belə bir sevgidir ki, dadı damağında qalır. Belə edirsən, belə edirsən. Yəni Yox, mən elə Tərəzini sevməyə başladım. yox, təbii ki də tərəzinin sevgisini bu həyatda bir dəfə hər kəs dadmalıdır. Bir dərmandır, baş ağrısı, analjik Məncə kimi bəyləri ad deyil. çəkməyər. Məncə bəyləri deyil. Yox, yox, onlar da elədilər. Məncə bəyləri deyil. Mən tanıdığım bəylər. Tərəzi qadın və tərəzilər- kişi sevgisi hamısında eyni olur. Ədalət, onlarda ədalət rəmzi çox güclüdür. İkisinin də xassiyyəti 99.9% 1% çıxmaq şərti ilə bir-birlərinə oxşayırlar. 1% də pul sevən tərəzilərə görə çıxıram. Tərəzi möhtəşəm sevir.
Törəcək. Axı sevgi məfhumu dəyişiləndi. Tərəzi qoluba Məncə girsin. şiirlər daha gözəl, xərçənglər ona razıyam. Tərəzi qoluba girsin, qışda mayka ilə gəz. Yəni başa düşdün? Bəlkə bəylərinə xanımlar elə gözəl təsir edir. Yox əzizim. Yox əzizim. İndi siz rast gəlməmisiniz. Axı siz dediniz, siz danışa biz tərəziləri Keçən sevməyə dəfəki başlayırıq. mövzuya gəldi tərəzi mövzusu. Siz bir dəfə bu sevgi dadına baxın. Bu həyatda bir dəfə onun da Bir xanım mən də buradan tərəzilərə deyirəm. Hardasınız? Mən də bir dəfə o sevginin dadına baxmışam, elə dadı qalıb damağımda. Ha, ona görə ancaq tərəzi axtarırsınız. Yox, başa mən düşdüm. axtarışda deyiləm əzizim. Mən heç vaxt axtarışda olmamışam. Mən elə bir insanam ki, seçmərəm, seçilərəm. çox O da ki, təvazökarsız. birinci bürcdən 12-ci bürcə qədər fərq eləmir. Əgər bir insan mənə hörmət edib, mənə hörmət qoyursa, mənim sevgimə layiqdir. Mənim hörmətimə layiq olan mənə hörmət edən insandır. Mənim sevgimə layiq olan insan mənim sevgimin qədrini bilən insandır. Qısa və konkret imza Rövşən. Bu həyatda deyir, dəyər ver sənə dəyər verənlərə. Onsuz da gözü dəyərli olan insanlar qarşısındakı insana dəyər verirlər. Öz dəyəri olmayan insanlar qarşısındakına Bəli. dəyər verməyi bacarmır. Bəli. Gedək növbəti bürc hansı ki, Şamplin bürcüdür. Akreplər. Əqrəblər candır. Gözəl sevirlər. Gözəl intiqam Siz alırlar. birinci nə bürcüsüz xanım? Mən birinci nə bürcüyəm? Hə, onu deyin zəhmət olmasa. Mən əqrəb bürcüyəm. Əqrəb bürcüsüz. Belə mikrofona Özü deyin. zəhərli əqrəb. İndi əqrəbin sevgisini sayın. Nə idi bayaq sayırdınız? Deməli belə, məncə əqrəblər çox gözəl sevirlər. Bəli. Çox sadiq olurlar. Bəli. Sonra həm şəhvətli sevirlər, həm romantik sevirlər. Bəli. Da başqa nə deyim? Amma məsələ budur ki, bunların heç biri sizə aid deyil. Ola bilərsiniz, əqrəb ola bilərsiniz. Bunların heç biri sizə aid. Bəlkə əqrəb deyiləm, bəlkə Siz mənim bir yoxlatdırın. gərək mamamdan soruşum. Bir Gərək mamadan soruşum görüm mənim yüksələnim göy doğrudan da təsir eləyir. Yəni əqrəb doğrudan da gözəl sevir. Əqrəb sadiq qalmağı sevən insandır. Əqrəb ola bilər ehtiraslıdır, əqrəb şəhdətlidir. Əqrəb hər şeyi hamı ilə yaşamaz. Əqrəb hər şeyi hamı ilə yaşamaz. Həyatda 2 dənə bürc var. Bir dolçadır, bir əqrəbdir. Yəni sən kimsən onların həyatına daxil olasan. Başa düşdün? Bir dolçadır, bir əqrəb. Yəni sən o həyata girə bilməzsən əzizim. O səni buraxmalıdır o həyata, başa düşdün? Bir əqrəb, bir dolça. Bunların həyatına istəyirsən ağaca çıx da, yəni. Bu insanlar icazə verməsə sən onların sevgisinin dadına baxa bilməzsən, ehtirasının da dadına baxa bilməzsən, şəhvətinin də dadına baxa bilməzsən, qayğısının da dadına baxa bilməzsən. Başına bir tumar çəkməzsən. İcazə verməlidir sən. Məncə bu təkcə əqrəblərə deyil, Yox, bu 2 dənə dolça əqrəb. Bunlar konkret, yəni bu mövzuda konkret bunlar belədirlər. Yox, yəni siz əkizlər bürcüsüz. Bəli. Hə, əkizlər bürcü yüksələn də tamam dediniz əqrəbdir, amma Mənim gözümə xoş gələn insanla mən münasibət qura bilərəm. Amma onlar elə deyillər. Məsələn, adam ola bilər ki, danışığı, davranışı mənim xoşuma gəlir. Hə, üzü bəlkə də mənim xoşuma gəlmir, amma mən ona həyatıma qəbul edə bilərəm. Amma əqrəb icazə verməlidir. hər insan Yox, hər insan demir. Əqrəblə də olsa konkret icazə verir. Belə bir deyim eşitmişdim başqa bir podkastlarda ki, deyək ki, hər hansısa bir məclisə daxil olursan, tutaq ki, hamı deyir ki, filan kəsin məndən xoşu gəlir, amma əqrəb deyir ki, mən onu istəyirəm, mənim ondan xoşum İstədiyini əldə gəlir. eləyir. İstədiyini əldə eləyir. Bəli. İnsanlara belə gülün çıxmasan, vitrindəki geyim kimi baxırlar. Bu paltar mənə yaxşı qalacaq. Şu paltar mənim olmalıdır. Yəni şir də belədir ya. Ona görə dedim ikisi də eyni şeydirlər ola egoda. Bu paltarı mən geyməliyəm. Yəni bu insanı mən sevməliyəm, başqa yolu yoxdur. Onlar istədiyi insana görə can atırlar. Nələr edirlər? Vay vay. Sevin məni. İstəyin məni. Hə, məsələn bu gün biz düzdür yenə deyəcəyik əqrəblərə çox yer ayrıldı, amma başqa bir əqrəb tanışım var. Xanımdır. Biz belə danışdıq. Deyir ki, hətta mənə deyir ki, sən çakma əqrəbsən. Əqrəblər elə olmur. Əqrəblər sevgilərini gizlədir, sevgilərini Mən saxlayır. sizə dedim, siz Amma əqrəblərin ya istədiyini- Pakistan buraxılışınız, ya Çin buraxılışınız. Siz orijinal əqrəb deyilsiniz.
Amma indi deyirsiniz axı ki, əqrəblər istədiyini ala biləndir. Aha. Yəni istəyirəmsə, mən ona doğru gedəcəm. Oturub gözləməyəcəm ki, o gəlsin mənə doğru. O doğru gedəcəksən, əldə edə bilməyəcəksən. Bir dediyinizi tutmuruq. Yox, siz ona doğru gedib əldə edə bilməyəcəksiniz. Hə, söhbət məndən gedir, əqrəblərdən yox. Bəzən belə bir mərhələ olur ki, istədiyin şeyi əldə edə bilmirsən. Amma ona kənardan baxmaq daha yaxşı olur. Hə, itirməmək üçün. Bəli. Ox atanlar. Ox atanlar bisiklet vasitəsilə. Rahat. O xatanlara keçərik, amma danışdıqca özümü fikirləşirəm. Məsələn, məndə də o xasiyyət var. Mənim əgər kimdənsə xoşum gəlirsə, mən gözləmirəm o adam gəlsin mənə desin. Mən gedib özüm birbaşa deyərəm ona. Mən demərəm. Mən deyərəm. Mən niyə demərəm? Məndə əqrəblik var da. Mən məsələn niyə demirəm? Mən yox sözünü sevmirəm. Və mən çalışıram ki, insanlara yox cümləsini özümə qarşı istifadə elətdirməyəm. Başa düşdün? Bəzən deyərəm ki, mənim səndən xoşum gəlir. O halda ki, mən onu qazanacam. İtirsəm də qazanacam onu, sevsəm də qazanacam. O mənə hə desə də qazanacam, yox desə də. O bəzən ola bilər. O da o qədər gərək mənim ona belə bir dənə böyük rəğbətim ola ki, belə mən əsla yaxınlaşıb demərəm ki, belə. Təbii ki, onsuz elə hər 10 gördüyün adamdan biri xoşuna gəlmir. O 5 ildə, 3 ildə bir dəfə kimsə sənin ürəyinə çox belə yatır və çox bəyənirsən və mən onu çox deyirəm xoşuna də. gəlirsə. Əqrəb ona görə deyirəm ki, həyatın hər kəsi buraxmır əzizim. Yəni əqrəb hamı ilə sevgi yaşamır, hamı ilə eşq yaşamır. Əqrəb seçir. Əqrəb hər şeyi hiss edir. Yalan danışa bilmirsən ona. Əllə belə davranış edə bilmirsən onu. Oxuya bilir, məsəl üçün. Hissiyatı güclüdür. Əqrəblərin bəzilərinin səhvləri harda olur bilirsiniz? Ehtirasına zəif düşürlər. Onda kimisə yaxın buraxırlar. Onlara layiq olmayan insan. Başa düşdün? Bəzən belə bir sevgi var ki, bəzi insanlar ona layiq deyillər həqiqətən də. Məsəl üçün. O xatan barəsində danışanda deyəcəm məsələn. O xatan belə büzdür ki, məsələn belə danışaq sonra fasilə eləyək. O xatan belə büzdür ki, o xatanla dostluq eləməyən insan sonuncu nəfəsini verirsə, getsin bir o xatanla dostluq eləsin. 100%. Yəni bu həyatda hər kəsə mən məsləhət görürəm ki, bir o xatanla yoldaşlıq eləsin, dostluq eləsin. O xatan sənin həyatına yaxşı şeylər də qata bilər. Ya səni xoşbəxt eləyəcək, ya səni bədbəxt eləyəcək, ya sənə bir şeyi öyrədəcək, ya da səni belə deyim peşman eləyəcək. O xatan bu həyatda dostluqda ən vacib olan büzdür. Sən əyləncə tərəfləri ortaya çıxarda bilər, bilik tərəfləri ortaya çıxarda bilər. Məsələn, özünü kəşf eləyə bilərsən ona görə. O xatan məsələn sevəndə də gözəl sevir, ha, möhtəşəm sevgiyə sahibdilər. Məsələn, hamıya sevgi verə bilər. O xatanda olan sevgi məsələn, o xatan otursun qabağında 5000 adam 5000-ə də sevgi verər. Birinə belə nifrət eləməz. Çox da nifrət hissi yoxdur o insanda, başa düşdünüz? O xatanın sevgi qabiliyyəti gözəldir, dostluq qabiliyyəti gözəldir. Yenə deyirəm, həyatınızda bir o xatan olmayıbsa, gedin bir tərəzi ilə sevgili olun, bir o xatandan dostluq eləyin. Yəni %100 həyatıma nəsə qatmağa çalışacaq və həyatıma nəsə qatacaq. O xatanlarla tam razıyam. Tərəzilərində dostluğu ilə razıyam, amma sevgisi ilə razılaşa bilmirəm. Yox, razılaşa bilmirsiniz çünki yaşamamısınız. Yaşayarsınız, görərsiniz. O xatanlara əsas məsələ odur, dedik ki, sevgidən danışırıq ki, bürclər necə sevir. Mən bildiyim qədərilə və bir çox yerlərdən də eşitmişəm ki, o xatanlar biraz belə deyək də öz əyləncələrinə düşkün olurlar, öz azadlıqlarına düşkün olurlar. Yaxşı, azadlıqla sevgini bir arada tutmaq mümkündürmü? Çünki əgər çox sevirsənsə, qurban verməlisən azadlıqdan. Belə bir şey var da, o xatanın həyatı rejissoru özüdür. Sevgisinin də rejissoru özüdür. Sən orada ya başrol oynayacaqsan, Ya da heç oynamayacaqsan. ya da oynamayacaqsan. Yəni başrol olduğun sənin üçün hər şeyə qurban verəcək. O xatan. Hara getsə deyəcək. Çox məsələn, əyləncəyə gedib deyəcək mən gedirəm falan yerə. Gedirəm deyəcək, icazə almayacaq. Yəni gedirəm deyəcək. Amma yenə də Çünki elə bir azadlığından şərait qalmayacaq yaradacaq. da, düzdür? Təbii ki də azadlığından qalmayacaq. Amma hər şeyi çərçivə əsnasında eləyəcək. Gecə saat 2-də 3-də çıxır da əylənməyə getməyəcək. Sevgilim var, icazə vermir. Nəyisə qurban verməyi bacarır o xatan. Hə, onu bilmək istəyirəm ki, yəni azadlıq sevgisinin rejissoru özüdür. Başrol oynayacaqsansa, oynayacaqsan. Oynaya bilməyəcəksənsə,
Birinci bölümdən həyatımı keçəcək. Yəni 5 sezon davam edən Oxatan sevgisi var idi. 5 sezon. Arka sokaqlar kimi. Oxatanın sevgisi mükəmməldir. Oxatan qurban verməyi xoşlayır, baxır kimə və nəyə görə. Belə deyək, qısa və konkret. Oxatan sevgisini Sahiblənirmi? baş rola qoydusa, həyat gözəlləşir. Sadəcə o səni bir dənə mənimsəsin və desin ki, baş rol sənsən. Buyur ağsaqqal, keç otur, sənə qulluq edeyim. Hə, bu qədər. Bəli. Oxatandan sonra gəlir Oğlaqlar. oğlaqlar. Büclərin anası dediniz. Kraliçə. Ana, onlar şeydilər də. Valideyn sayılırlar. Qoçla oğlaq astrologiyada valideyn sayılırlar. O qədər qayğı verirlər adama. Yəni mən deyərəm ki, məsələn, yenə xətirənə deyəcək. Oğlaqla sevgili olmuyor. Oğlaqla dostluq eləyin. Əgər bir oğlaqın mənimsənməyini istəyirsənsə, qayğısını istəyirsənsə, yoldaşlığını istəyirsənsə, onunla dostluq elə. Yaxın dost ola. Dedinsə əgər biz sevgiliyiksə, bir dənə remen gəlirsən sədrəcədə. Bu ayağını bağlayırsan onu bir ayağı. Ya da ki gəlirsən bir dənə qəşəng sifariş verirsən, izlənmə aparatı, qoyursan cibə rahat gəzirsən. Hə, qısqanclar ona görə. Bu qədər. Onu sən inandıra bilmirsən ki, oğlaq, mən oturmuşam 2 dənə qızla söhbət eləyirəm, video çəkirik. Hə? Neyiniz orada? Abi dünya naifdir, cəmaət var. Hə, baxım görüm kimdir qızlar? Adı həmişəki qızlardır. Yox, o birisi qız kimdir? Arxada qız var, stolun altında qız var. Adı yanda, bax belə inandıra bilmirsən. Bir dəfə inamsızlıq mərhələsi aşdısa, məsələn, oğlağın möhtəşəm sevgisi var. Bu öz yerində gözəl sevirlər. Amma bir dəfə ki inamsızlıq yaşadısa, münasibət bitənə qədər həyatınız bərabər nə vaxt davam edəcəksə, yenə sənə qarşı bir şübhəsi olacaq. Kişilər də elədir. Adı oğlu. O zaman şübhəci bürclər də belə Çox. deyir. Şübhəci deyirlər. Sən özünə elə apardın fisə. Yəni bir dəfə səhvi tutdu. Get. Mən balaca qardaşım Günün oğlan. qaranlığı. Burnundan gətirəcək də. Burundan gəlmir ki o. Hə, gözdən zaddan tökülür. O zaman Oğlaq elə belə oğlaqlarla bizdə dost elə. olun. Sevgili Oğlaq olmayın. bir dənə od qoyur, əqrəb kimi. Oğlaq bir dənə od qoyur. Vay. Amma çox ailə canlı olurlar. Əqrəblə oğlağın mən sizə bir dənə şeyin deyim. İntiqam almaq tavırlarını deyim. Əqrəblə oğlaq səndən ayrıldı. Gedəcək birinin sırası tanış olacaq. Gələcək oturacaq sənin yanında, qabağında, keçəcək. Aha, gülə-gülə. Sən yandıracaq, başa düşdün? Benzini töküb ağaca hazırdır. Gələcək yanında bir dənə o öpəcək, açmışsa, bilsən sənə elə bir dənə od qoyar ki, onların bir dənə belə də tərəfləri var ha. Yəni ayrıldın, otur gözlə ki, sənin qabağından keçməyiniz adını kimdənsə bir dənə sənə od qoysun. Heç belə yanındakı adam umurunda deyil ha. Prosta sənə od qoymalıdır. Yəni o od sənə dəyməlidir. Yəni intiqam soyuq yeyilən yeməkdir. Gözləyir yoxsa? Yox, o həmin dəqiqə onu eləyəcək, amma vaxtı zamanında gözləyəcək də. Sənə də bir gün küncdə buzaqda qısıtlayacaq. Yaxşı eləyirsən. Tutacaq səni. Gedək növbəti bir dolçalara. Dolçalar məsələn, dolça da dosta Dolçalar çox dəyər sevirmi verəndir. ki? Dolça dosta çox dəyər verəndir. Məsələn, bayaq dedim də, dolça, yəni sən kimsən ki, dolçanın həyatına girməyə çalışasan da, yəni. O istəməsə o həyata girə bilmirsən. Qəti bir şəkildə. Məsələn, dolça necədir? Danışırıq güldük də biz. Məsələn, belə. Götdü telefonu getdi. Ara görsən. Nəsə keyfim pozuldu ki, abi deyən də, abi bayaqdan gülürsən o, hər şey qaydasındadır. Yəni öz dünyası var onun. Onun planeti var, öz planeti. Orada tək qalır. Deyir ki, bir nəfər gəlsin mənimlə yaxşı bir eşq yaşasın, sevgi yaşasın. O bir nəfər də flört eləyər. Yenə dünyaya buraxmaz. O bir nəfər də bizə necə seçilir? 10 mininci insanın içindən bir nəfər seçir. Yəni dostluq eləyəcək, yoldaşlıq eləyəcək. Yəni onun dünyasına daxil olmaqdan ötəri bilet satılmır, samolyot da uçmur ora. Sırf o sənə bir dənə buraxılış verir, sürət qatayla gedirsən ora. Amma egoist olurlar deyəsən. Narsist olurlar.
Bu Bir də qədər. kontrolcu bürcdür, mən belə müşahidə eləmişəm. Yox, belə bir şey var onun. Dolça qısıtlanma qoymağı sevmir çox da. Niyə qoymağı sevmir? Deyim bunu. Amma özü hər zaman qısıtlama qoyur. Özü çox şey eləyir axı. Sərbəst olmalıdır. Gecə 3-dür, 4-dür, 10 vecinə deyir, durub gedəcək. Hava almaq istəyirəm, gedim. İtimi gəzdirməyə gedirəm, çölə gedirəm. Qadınlara yoxsa kişilərə? Fərq eləmir. Dolça sərbəstliyi Dolça da sevir. Elə deyil. Dolça sərbəstliyi sevir. Dolça məsələn qorxmur heç nədən. Gecə çıx gəzintiyə çıxacaq. Heç nə çəkinmir, cəsarətli birisi. Çox cəsarətli birisi. Yəni dostun dadına yetən bizlər arasında mən əlimi də basaram ki, Dolça 7-24 səni dadva çatar. Yəni hə. Hə, o barədə də olur. 7-24 dadva çatar. Onların sevgi qabiliyyəti də yaxşıdır Dolçaların. Əgər birini sevirlərsə, yəni muazzam bir şəkildə onun üçün hər şey eləyirlər. Çox qəşəng bir şəkildə. O zaman Amma mən Dolça ilə həmişə dostluq eləmək istəmişəm. Dostluq. Yəni niyə? Çünki sevəndə ağın çıxardılar. yəni bir də görsən getdi. Abi yığırsan nömrəyə zəng çatmır. İş yerinə girsən yoxdur, abi hara gedib? Gedib öz planetinə. Yoxdur. Bu adam yoxdur, başa düşdün. Yəni bir 3-4 gün keçdi, gəldi. Nətərsə nə var? Olduğu yerdən davam edir. Qaçan qovalanır. Hə, yəni bir də görsən mən onunla dostluq, Dolça ilə dostluq edirəm. Ancaq dostluq, möhtəşəm. Mənim müşahidələrim belədir ki, dolçalar sevəndə çox ağın çıxardır. Dolça ilə Kontrolcudular. xərçəngdə belə bir şey var ki, sənə deyəcək ora getmə, onu eləmə, hamısını özü eləyəcək. Acığı eləyir, bilmirəm nə eləyir. Necə ora getmir? Yəni sənə nə qısıtlama qoyursa hamısını özü eləyir. Sənə qoyduğu qadağaları hamısını özü eləyir. Hə. Acığı eləyirlər məncə. Kommentdə bunu qeyd eləsinlər zəhmət olmasa. Xərçənglərdə müşahidə eləmişəm onu. Dolça çox da ağıllıdır ya. Çox ağıllı olur. Ya sevgi baxımından yoxsa genel olaraq? Genel olaraq Dolçaların çoxsu məntiq elliyi xoşlayır. Balıqlar bürcünə gəldi. Məncə balıqlar bürcü romantikliklə bərabər biraz da egoist olurlar. Ancaq mənə balıq nəvaziş, da mən qəşəng sevir. Maalesef balıq da qəşəng. Maalesef niyə? Niyə maalesef deyirəm? Onların deyinməyi də var. Hə. Qəşəng sevgilərinin yanında deyinməklər də var. Məsələn, balıq belə bir bürüzdür ki, sənə özündə olan sevginin hamısını verər. Yəni uf da deməz. Yəni özünə belə bir damcı saxlamaz da. Çox ailəcanlı olur balıq. Çox ailəcanlı olur. Balığın sevgisində prosta belə bir şey var. İncə bir xəttin üstündədirlər. Ya sevərlər, yaşadarlar. Şah damardılar da balıq. Kəsiləndə ölər, yaşadanda yaşadar. Onun sevgisinin dadına baxmaq istəyən, ümumiyyətcə balıqla yoldaşlıq eləmək istəyən, ona ayaq uydurmalıdır birinci qayda olaraq. Yəni balığa çox dominantlıq edə bilmirsən. Yəni duyğusal olduqlarına görə hə eləyərsən dedilər. Hə, baş üstə. Birdən elə bir dənə cavab verər ki sənə. Belə lentin qarışar da, belə ilişərsən ki, bu nə dedi? Başa düşdün? Bir də söz demək tərləri, onların sanki türklərin bir sözü var, patavatsız. Oğlaq da elədi, balıq da elədi. Hadi hansı sözü harda yerilir? Ox atanlarda da var. Bax, oğlaq, xərçəng, balıq. Tamam ki, ayrıldım da bundan indi. Yığıram bax. Oğlaq, xərçəng, balıq. Hə, biz ayrılaq da. Alınmır da bizdə. Səni görün belə-belə olasan, səni belə-belə olasan. Deyən nəslimdən nə istəyirsən? Səni belə olasan. Girdi nəslimdən, çıxdı əcabətimdən. Adboy verdim, qoydum 2 dəqiqə sonra yığacaq məni. Hala. Əsəbi idin? Barışmaq istəyirsən? Hə, can, yaxşı. Hə, vəsə. Bax, 2 dəqiqədən sonra soyuyacaqlar, yığacaqlar ki, sən kimsən ki məndən ayrılırsan? Pinhan eləsən? Sırf ona görə, yoxsa yəni sən kimsən məndən ayrıla bilər? Onlar şeydilər. Sən 1 il münasibətdə onlarla, balıqlarla 5 il. Balıq beyni deyilən bir şey var. Yaddaşları zəifdir, amma huşu güclüdür. Məsələn, məndə belə bir şey var. Telefon əlimdə, telefon axtarıram. Buna deyirlər yaddaş əslində. Amma faylımız var axı. Balıq 5 illik münasibətdə harda nə etmisən unutmaz.
Falan yerdə qıza baxmısan, falan yerdə o eləmisən, falan yerdə bunu eləmisən, falan. Bütün hamısını sənə telefonda deyəcək. Mən bilirdim sən beləsən. Mən bilirdim sən bundansan. Ondansan, bundansan. Ha, və 2 dəqiqə sonra yığacaq ki, əsəbidir. Demək özlərindən başqa heç kəsə əziyyət eləmirlər də. Şeydilər də, nədir o? Niyə özlərinə ki? Çünki qarşı tərəfə də əziyyət. İçi boşaldır. Dalaşan Hadi kimi o- Məncə özlərinə saxlamır, daha çox o əziyyət ağzında söz verirlər. saxlamır. Hə, Bax. o ağzında söz saxlayır. Ağzında söz saxlamır. Ay, yox, özlərinə əziyyət eləyirlər. Qarşındakı Məncə qarşısındakına da. özlərinə daha çox eləyir. Yox, qarşıdakına Balıqlar stres gö- verirlər sadəcə. Yazın görək, Stres hə. verirlər, amma məncə Yox, özlərinə əlbəttə də ki, daha çox qarşındakı- əziyyət. Balığın Əsəb sevgisi qəşəngdir. Mən məsələn hava instruktörü olaraq balıqla da sevgili olmaq istəyirəm. Prosta belə bir şey var ki, Siz belə eləyin də, Əkizlərin- sezon. əkizlərin Sezon. balığa qarşı antipatiyası olur. Balığın əkizlərə qarşı antipatiyası olur. Əkizin buğalara qarşı, buğanın əkizlərə qarşı antipatiyası olur. Amma bir araya gəldilərsə, çox qəşəng dostluqları, yoldaşlıqları olur. Əgər beyinləri tutursa. Çünki balıq da ağıllı bürcdür, əkiz qədər, qəşəng düşünür, dolça qədər. Balıq 12-ci bürcdür sayıldığına görə 12 bürcün hamısından sevgi də alır, güc də alır. Balıq məsələn bütün bürclərdə olan sevgilərin hamısını daşıyır. Ona görə onları damar deyirəm də. İnsan bədənindəki damarlar olur bütün hamısı. Qan dövranı harda kəsildi, axacaq qan pulunu. Yəni onda belə bir şey var. Getdi bitirir. Getdi bitirir. Həmin gün gedəcək özü ilə tək qalacaq, bütün gecəni ağlayacaq, istər qadın, istər kişisi. Səni beynindən silənə qədər ağlayıb səni siləcək. Getdisə bitdi. Mənə gəlir ki, balıqların qadınları da, kişiləri də çox sevilməyi çox sevirlər. Təbii ki də. Hər dəfə onlara belə xoş sözlər. Poflayasan. Qoç qədər deyillər, amma onlarda da var elə şey balıqlarda. Balıq məsələn şey də xoşdur. Özəl qalmağı da xoşlayır. Yəni sənə güldüyüm kimi balığa gülə bilmərəm. Ona fərqli gülməliyəm. Sizə fərqli gülməliyəm. O deyir ki, mənə güldüyün kimi də başqasına gülmə. Mənə davrandığın kimi də başqasına davranma. Mənlə danışdığın templə də başqası ilə danış. Bu da ona gətirib Mənim çıxarsa olmalıdır. egoistdir də insan. Egoist olmalıdır. Burc egoistdir. Yox, onsuz da ki o sevgidə var da, sevgidə hamı özəl olmaq istəyir. Əgər birinin Balıq sevgisi onu da hər Ağın çıxardır Ağın da. çıxardır. Hə, deyir. Ağın çıxardı. Danışıq tərzi də deyir, dəyişdir. belə baxıram ki, ən qəşəng biz əkizlər bürcüdür. Ən rahatı da əkizlər bürcüdür. Həyatda heç Yazın nəyə görək. tapınırlar. Məncə əqrəb bürcüdür. Yazıq əqrəb. Heç səbirlidir. İndi mənim Instagram Yoluna izləyicilərim Aha. əqrəb çoxdur. Daha hamı deyəcək əqrəbdir. Bəli. Çünki Amma mənə görə doğruluq budur. hərəsinin ayrı bir özəlliyi var. Yox, heç də, amma indi əqrəb bir başqadır. Yəni məsələn mənə görə hamısının ayrı bir özəlliyi var. Yəni sevgilərini danışdıq. İnşallah gələn verilişlərdə qarışıq bürc deyil, qarşı bürc. Qarşı bürclərini danışaq. Gələn verilişlərdə pis xasiyyətlərindən danışaq. Aha. Açaq sandığı tökəpəm. Açaq. Ondan sonra Açaq. görək bizi kimlər izləyəcək. Başlayacaqlar deməyə ki, bunun astrologiyadan anlayışı yoxdur. Elə deyirlər axı. Bəli. Bunun bürcdən anlayır. O günləri əkizləri paylaşmışam. Deyirəm əkizlər bir kitabdır. İkinci bir şey qrupu sevmirəm. 2 nəfər yazmışdı kommentdə ki, bunun astrologiyadan anlayışı yoxdur. Biz əkizlər belə deyirik. Ümumi götürüb də axıra qədər qulaq asmayıb bax. Yaxşı yanı varsa bürclərin, Təbii ki. pis yanları da var. Əlbəttə ki. Çox pis yanları var. Ümumiyyətlə Çox. təkcə bürclərə görə İminlə də çox pis yanları var. Yeminlə də. Bürclərə görə deyil, insanlar ümumiyyətlə həm yaxşı xassiyyətləri var, həm Bəli. pis xassiyyətləri var. Heç kəs bu həyatda ideal deyil. Çox Siz sağ yaxşı olun. qalın. Məncə də çox Mən sağ də olun. Çox təşəkkür təşəkkür edirəm. eləyirik. Çox Görürsüz gözəl də, müzakirə. qənd- Məni iynələdiyi üçün. Reklam eləmirik də heç nəyi ona görə. Qəmpet yoxdur. Yox, əslində var. Sadəcə reklama görə İnanmıyorum. tamam inanmayın. Hə, hə. İnanmayın. Siz Rövşənə inanın, yetər bizə inanmasanız da olar.
Gələn verilişlərdə görüşənədək. İnşallah. Çox sağ olun, Sağ çox qalın, təşəkkür salamat edirik. qalın. Xoşdur, Əsas xoşdur, xoşdur. Çox sağ olun əziz izləyicilər. Biz sizə də təşəkkür edirik. Bilirik ki, bu verilişləri, bu mövzuları maraqla izləyirsiniz, maraqla gözləyirsiniz. İnşallah növbəti dəfə. Yəni siz biraz da aktiv olun. Şərhlərdə bildirin nələri görmək istəyirsiniz, hansı mövzunun müzakirə olunmağını istəyirsiniz. Bizə sual olaraq yaza bilərsiniz və yaxud da ki, təklif olaraq bildirə bilərsiniz. Biz də növbəti verilişlərdə həmin mövzunu müzakirə edə bilərik. Sağ olun, salamat qalın. Sağ olun. Müəllim.